Gənc ifaçı Cavidandan xəbər var. Bu mahnı musiqisi mənim özümə aiddir, öz yazdığım mahnıdır. Sözləri isə Leyli İsrafilovaya aiddir. Bu yaşandı, bitdi adlı həzin bir mahnıdır. Yəni artıq radiolarda səslənir. Fikir verirəm ki, effekti var. Yəni mahnı sevilir, sevilməyə başlayır yavaş-yavaş. O mahnıya gözəl bir klip çəkdirəcəm inşallah. Yaşandı, bitdi, xatirəmdən itdi, xatirimdə qaldı, adı sevgiydi. Son zamanlar artıq gördüm ki, yəni başqa cür işimə yanaşdığıma görə dedim ki, niyə də yəni öz bəstəmi oxumayıb, öz mahnımı ifa eləməyib. Yəni ilk belə beynimə gələn bu tema oldu, bu mövzu oldu, yaşandı, bitdi. Və Leyli xanımdan da bunu xahiş elədim ki, mahnının sözləri bu haqda olsun. Səndən küsüb getdi, səndən üz döndərdi, onun bir adı vardı, o da sevgiydi. Əslində klip çəkilməli olsa da, rejissor müəyyən səbəblərdən sərhədləri o tərəfə keçib. Ukrayna gedəsi oldu. Amma əslində bu həftə olmalıydı, sizə də xəbər edəcəydim. Onunla bağlı qaldı 2 həftə sonraya qaldı. Xatirimdə qaldı, adı sevgiydi. Bir ayağı Türkiyədə, digər Azərbaycanda olan Cavidanı tanımayanlar tanısın. Bilməyənlər bilsin ki, o xalq artisti, sevimli sənətkarımız Ramiz Novruzun oğludur. Ramiz Novruz Respublikan xalq artistidir və vaxtında əziyyəti çəkib, vaxtında üzərində çalışıb, indi bəhrəsini görür. Uşaq vaxtı Akademik Milli Dram Teatrının tamaşalarında oynamışam. Onu daha öncə geçsəydim, bugün mən özümü təmin eləyə bilməzdim. Belə olmaz, yanıma qalmaz, bu da son yaz, sən yaz bəxtimə. Sırada atam özü mənə deyib ki, əgər səsin yoxdursa, əvvəl mənə inanmırdı, mən oxumağım biləndə qoymurdu mən oxumağa ki, mənə dedi ki, əgər səsin yoxdursa, bayağı müğənnilərin sayını artırma. Yəni səs verib Allah, talant verib, onu düzgün istifadə eləyirəm. Sözlərini susmuşdu bilə-bilə sevgim.